Babamın evdə maşını var idi, Moskviç markalı maşın idi. Məhəllədə yer tuturdu, heç bir şey yaramırdı. İstədik metalloma verək, çox ucuz məbləğdə götürdülər. Sonra eşitdik ki, Gəncədə utilizasiya mərkəzi açılıb. Sağ olsunlar, gətirdik, maşınımızı sənədləşdirdilər. Təkcə Gəncədən deyil, qonşu rayonlardan da istismar müddəti bitən və istifadəyə yararsız olan nəqliyyat vasitələri bu şəhərdə fəaliyyət göstərən utilizasiya məntəqəsinə təhvil verilir. Bu proses könüllülük prinsipi əsasında aparılır. Məntəqəyə gətirilən avtomobillər burada utilizasiya olunur. Mövcud qanunvericiliyə uyğun olaraq Gəncə şəhərində fəaliyyət göstərən və ötən ilin iyunundan başlayaraq öz işini quran utilizasiya məntəqəsinə bu günə kimi vətəndaşlarımız tərəfindən könüllülük prinsipi əsasında 4300-dən çox istismar müddətini başa vurmuş nəqliyyat vasitəsi təhvil verilmişdir. Utilizasiya məntəqəsinə verilən nəqliyyat vasitəsi əvvəlcə dövlət qeydiyyatından çıxarılır. Sonraki prosesləri asanlaşdırmaq üçün elektron portaldan istifadə edilir. Utilizasiya olunacaq avtomobilin sahibinə birdəfəlik ödəniş və ya yerli istehsal olan yeni nəqliyyat vasitəsinin güzəştlə alınması təklif edilir. Bugün daha çox insanların utilizasiyaya təqdim etdiyi nəqliyyat vasitələri minik avtomobilləridir. Təsnifatlar üzrə avtomobillər proqram çərçivəsində qəbul olunur və bu təsnifatlara uyğun olaraq 3000 manat, 2000 manat və 1500 manat dəyərində güzəşt məbləği və yaxud bunun bir dəfəlik ödəniş alırlarsa 70% məbləğdə olan pul əldə etmiş olurlar. Bakıya aparmaq əlavə xərc tələb elədiyinə görə, utilizasiya mərkəzinin Gəncədə açıldığına görə bizə sərf elədi. Maşınımızı gətirdik, təhvil verdik. Ölkə üzrə artıq 22.183 nəqliyyat vasitəsi utilizasiya olunub. Qarşılığında yerli istehsal olan 1203 yeni nəqliyyat vasitəsi güzəştlə satılıb, digər ərizəçilərin bank hesablarına isə ümumilikdə 1 milyon manata yaxın pul köçürülüb. Xaliq Qurbanlı, Fuad Quliyev, Rəşidə Zülfüqarova, ASTV xəbər.